Göygöl rayonunda pedaqoji fəaliyyətə başlayan yeni müəllimlərlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl rayon komitəsinin görüşü keçirilib. Bu görüşdə gənc müəllimlərə Həmkarlar İttifaqının missiyası, üzvlükdən irəli gələn hüquq və vəzifələr, eyni zamanda müəllimlər üçün yaradılan imkanlar və dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, müəllim peşəsi çox şərəfli, məsuliyyətli, çox ağır peşədir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünya görüşlü insanlar yetişir. Bu insanlar cəmiyyəti daha da inkişaf etdirir. Bugün yüksək qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısına qoyduğu vəzifəni şərəflə yerinə yetirən müəllimlər çoxdur. Yeni kadrlarda peşəkar pedaqoqlardan örnək götürüb, özlərini daimi təkmilləşdirirlər. O da vurğulanıb ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl rayon komitəsi hər zaman gənc pedaqoqların yanında olacaq və onların inkişafı üçün ardıcıl addımlar atacaq.